Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun inşallah. Bizdə olan məhsullar, ayaqqabı dolablarının yığım prosesini sizə təqdim edirik. Müştərilərimizin ən çox verdiyi suallardan biri də odur ki, sizin məhsullarla digər məhsulların fərqi nədir? Bu fərqi müştərilərə çatdırmaq üçün belə bir video çəkmişik. Hamının tanıdığı MDF möhkəm materialını xam şəkildə əldə edirik. Bu məhsullar doğranılır, bizə uyğun olan ölçülərə gətirilir. Bu prosesdən sonra ikinci prosesimiz, bunun tin hissələri stanokla avallanır. Hər bir detalın 4 tərəfi avallanır. Bu ikinci prosesdən sonra üçüncü proses gəlir. Bu proses qabıqlama prosesidir. Belə bir qabıqla bunun üzərini stanok vasitəsilə qabıqlayırıq. Və üçüncü prosesdən sonra belə bir detallar ərsəyə gəlir. Həm görünüşsə gözəl, mərmərdən heç bir fərqi yoxdur. Belə bir detallar üzlənilir. Və bu dördüncü prosesə gəlirik. Bu prosesdən sonra təmizləmə prosesidir. Yəni stanokdan yapışandan sonra bu tin hissələri səliqəli şəkildə kəsilir. Belə bizə tam polkalar bizə əldə edirik. Yəni sırf mərmərə oxşayır, heç bir fərqi yoxdur. Təmizlənməsi asan, keyfiyyət, görünür yüksək səviyyədə. Yəni belə bir detalı ərsəyə gətirmək üçün, yəni belə deyim, bütün detallar uzun prosesdən keçir. Ona görə bizim fərqimiz görünüşümüzdə və keyfiyyətimizdədir. Xeyirli olsun inşallah.